Məhəmməd Peyğəmbərin dövründə Məhəmməd Peyğəmbərimizin Misir hökmdarı bir hörmət əlaməti olaraq bir həkim göndərir, təbib göndərir. Təbib gəlir Məkkəyə, Məkkədə oturur, buna gözəl bir şərait yaradırlar. Təbib 1 ay oturur, 2 ay oturur, 3 ay oturur. Görür ki, bunun yanına gəlib gedən demək olar ki, xəstə yoxdur. Yəni, nadir 1-2 dənə infeksiyon xəstəlik gəlir. Artıq təbib bir gün gəlib Peyğəmbərimizin, Məhəmməd Peyğəmbərimizin qapısına ki, ey Allahın Rəsulü, mən sağollaşıb getmək istəyirəm. Və niyə getmək istəyirəm deyir? Çünki deyir, sizin əyalətdə demək olar ki, ciddi bir xəstəlik yoxdur və mənə müraciət eləmirlər. Və gedərkən də mən bunu səndən soruşmaq istəyirəm ki, bunun səbəbi nədir? Peyğəmbərimiz deyir ki, bizim ümmətimiz birincisi səhər tezdən, sübh tezdən oyanaq. Bu birincisi. İkincisi, az yeyərlər, mədəmizin 1/3-ni yeməklə doldururuq, 1/3-ni süni, 1/3-ni boş saxlayarıq deyir. Və zərərli vərdişlərimiz olmaz. Yəni, o dövrdə zərərli vərdişlərdə şərab içmərik, nə bilim, yəni, tütün istifadə eləmərik və gündəlik aktiv olarıq deyə bizim qapılarımızı xəstəlik döyməz. Və təbib deyir, beləliklə də öz Məkkəni tərk edərəkdən nə edir? Misirə geri dönmüş olur.